Həzrət Fatimə ilə İmam Əli əleyhissalam izdivac edən vaxtda, evlənən vaxtda Peyğəmbərimiz soruşur ki, Əlidən, Əli, sənin nəyin vardı? Mehriyə üçün nə gətirəcəksən, nə verəcəksən? İmam Əli əleyhissalam deyir ki, mənim qılıncım var, sipərim var və mərkəbim var. Yəni atım. Peyğəmbər buyurur ki, sallallahu aleyhi və səlləm, bəs sən qılıncın ilə atın, mərkəbin ki, müharibədə lazımdır. Cəngdə lazımdır, gərək saxlayasan. Amma sibərin gördüyü iş nədir? Özünü müdafiə etmək üçün də düzdür. Bir sibərini sat. Sibərini sat, bu izdivac üçün xərclə. Yəni daha bundan sonra sənin sibərin Fatimədir. Sipərə ehtiyacın yoxdur. Vilayətin daha sipəri vardı. O Əli ki, Uhud döyüşündə, müharibələrdə sipəri ola. Və deyir ki, Heydər Kərrardır. 60 dəfə yara alan bədəninə. Heydər Kərrar evinə ki hücum etdilər, evinə hücum etdilər. Əli bağlı vəziyyətdə. Amma bir yara almadı. Niyə? Sipəri Fatimə idi.